İşte bir dolar içmeden buradan bana çıxsın. Müəllim, orada... Silah çəkdirmə məni! Belə çox bizdə nə atırsan burada? Gül kimi gəlmişdim, s**tı qoydu böyür üstə. Mən indi 20'ni nəzər almışdım buradan. Sənin mən. Tez 13-cü paragraf aç. Müəllim, burada atalar sözünü tamamlayın yazmışsınız, amma tamamlaya bilmirəm. Gözlə baxım. Çörəyə ver yetimə, gəlsin girsin mən yapmışam bunu. Uşaqlar, deyin görüm. Rasim aylığı gecikdirir cümləsində Rasim nədir? Mübtəda. Səhvdir, Uşaqlar, deməli, məməlilər iki qrupa bölünür. Silikonlu və silikonsuz. Deməli, uşaqlar, qlobusu bilmədən coğrafiyini bilə bilməzsiniz. Deyilə bilmən. Vaxtında qlobusu öyrənmədim, coğrafiyadan da bilmirəm. Əlim ah, niyə? Müəllim, iki rəqəmləri bir-birinə necə vura bilərəm? Gələ. 50 manat niyə? Bizim uşaq necədir, oxuyur? Yox. Necə yəni oxumur? Və niyə demirsiniz, niyə şikayət bildirmirsiniz? Mən loxsadan deyim. Mən deyəcəm uşağın oxumur, çıxardasan hazırlıqda. Mən də ziyana gedəcəm. Qazanıram da gül kimi. Sual soruşmuruq, yazı yazdırmırıq. Onun yerinə hər şey özümüz eləyik onu yiyir. Hər şey özümüz eləyik onu yiyir. Müəllim, bizim uşaq necədir, oxuyur? Müəllim, bizim uşaq necədir, oxuyur? Hə, maşallah, çalışqan uşaqdır. Biraz da üstündə işləsə... demək istəyirəm. Mənim bizim uşaq... Onu gözləyirəm ondan, ona görə... Mənim bizim uşaq necədir, oxuyur? Maşallah. Əgər siz repetitorsunuzsa, öncəliklə valideynlər və abituriyentlərlə bağlı... Repetitorı dedim, sən repetitorı deyirdin. Repetitorı deyirdin. Əgər siz repetitorsunuzsa... Unutmayın ki, sizin verdiyiniz bilik və yönləndirmələr imtahan zamanı abituriyent... Unutmayın ki, sizin verdiyiniz bilik və yönləndirmələr...